Aleykum assalam. Sual belədir ki, Quranda zina haram buyurulubsa, niyə cariyələr halaldır bəs? İnşallah buna necə elmi cavab vermək olar? Suala mənim kimi elmsiz müsəlmanlara veriləndə tualı nəsə deyə bilmirəm. Geniş izah edərdiniz də. Təbii ki, cariyə məsələsi ayrı hökmdür. Cariyə cihadda kafirlərdən əldən götürülmüş, yəni qənimət, yəni qadınlar sayılırlar və o da artıq deməli ya sənə döyüşdə iştirak edir, ya hədiyyə kimi verilirsə, ya müəyyən bir qism satılırsa və sonra pulla verib alırsansa, o artıq sənin mülkün sayılır. O sənin mülkün sayılır və Allah Subhanahu Quran-Kərimdə buyurur ki, yəni sizə qadınlarınız və sizin cariyələrinizdən başqaları haram edildi. Yəni cariyənin halal olması birbaşa Quran ayəsindədir. O da sənin mülkün sayılır və sənin də onun elədiyin yaxınlıq da o zina sayılmır. O sənin mülkün sayılır və sən onunla istədiyin vaxtı, yəni yaxınlıq edə bilirsən. Və bu zina hökmündə də deyil. Zina hökmündə də deyil. Çünki o sənin mülkündür, sənin mülkün sayılır. İnsan da öz mülkündən öz istədiyi kimi də istifadə edə bilir.